Çox sağ ol. Üzü görək. Sağ ol. Xoş oldu. Çox sağ ol. Mənim həmçinin. Bu neçədir doktor? Bu 8-dir. 8 ağa qəşəng. Sumkamda 9 da var. 8-də şu hypersmooth başlayırdı deyəsən. Bəli, bəli. Bir dənə doktorun giyiminə bax. Bizi buradan qovladılar polis. Gedirik indi Soqarın yanına. Soqarda gözləyəcəyik. Soqarda dayandıq biz. Elmir qardaş var, onu gözləyirdik. İndi də yolumuz Lənkərandır inşallah. Qalın geyindim, üşüyürdüm. Birincidir, hə. Əziz dostlar, demək bugün mən sizə CF-lə uzun yol təcrübəmi paylaşacağım. Tonlu benzin bakına nə qədər kilometr getmək olur, uzun yol təcrübəsi necədir? Yəni bu haqda sizə məlumatlar verəcəm. Yəni bununla uzun yola çıxmaq olarmı, olmazmı? Yəni belə. Bir sizə CF haqqında danışım. Bu CF-i çox adam pisləyir, eləyir, deyir CF nədir, CF belə, CF elə, CF məsləhətli deyil, nə bilim tapılmır, o tapılmır, bu tapılmır, nə bilim o yoxdur, bu yoxdur. Amma qardaşlar, bunun hər şeyi var. Hətta mağazadan özümdən soruşdum ki, dedi ki, əgər bizdən nəsə olmasa belə, biz onu maksimum bir aya gətirəcəyik. Siz nə esirsiniz bunlar? Bundan gözəl nə ola bilər sizdə? Biz indi ələtdəyik. Lənkəranı yedirik. Bu mənim ilk yol təcrübəmdir. Çünki mən indiyə qədər motosikletlə, mopedlə uzun yola çıxmamışam. Maksimum getdiyim yol şey olub, Pirallahı və Sumqayıt olub. Ondan o tərəfi uzun yola çıxmamışam mən. Gedir hə. Yandırmaq olar kimisə. Amma yaman belə gedirsən, ürəyim düşür. Mən kirəyimdən yedim. Hə. Qabağa sür ala, bəq belə gəlir, nə oldu? Balıq quyruğu kimi buna, bazıya deyir. Söndürək də buna. Bir kamerasının vibrasiyası zadı var. Nəyin? Vibrasiyanı çəkir o. Bu, hə. İyi görüntü. Biraz, məsləhət, kaskada o qədər şey eləmir. Kaskada işte başı doğru baş şey. Hə, baş eləyir. 8 diye. Hypersmooth bakıyorsan yine. Bunu istəsən doktor, səndə varsa verə bilərəm bura ya taxımağa. 10 var idi, götürəmədim. Nezaret kasasında da kapanmam düşdü. Qaldı orada. Ay. Neyi? Kürele kırılıyor. Nəyin? Yo, elədir o. Elə orada qalır. Hə. Sonra pavarot yandırdı, bir gören ne olur? O da Çaşdım, baxışdı. Buna salam vermə. Sağ ol derdim. Sən mənə yol verdin. Sən sağ ol deməkdə şey ilə bu basmışam. Anlaşmazlıq olub.
TTT'yi söndürürdü yerinden götürürdü. Aha, o kadar. Getirdik ben. Qanqal dəririk. Çay yok doktor ha. Yox, bıçaq gəzdirmirəm doktor üstündə. Mən padlı oldu bizdə. Oy belə çox tikanlıdır. Oy belə çox tikanlıdır. Çok çay doktor. Vəhşi qanqal deyir, eşək qanqal deyirlər bizi tərəfdən. Bunun yeri dadlı zoğu deyir bəşim. Hə, ən dadlı yeri zoğudur əslində. Bəşim onu yıxaq kəsək orası. Baxaq da. Bir də çək uzağa. Çək uzağa, bir də təpi vuracağım buna. Hayır, qartdaşı bir doktor. Qartdaşı bana. Cavan onu. Biz gəlib doktor, gəl sən bunu buradan. Görün məndə nə var görsən. Neyi? Bunu kəsək. Bu qanqal deyil axı. Bu hə bu şey qanqal. Hə, ay, çəkdim ya. Demirəm bu buradan kəsin baxım elə. Hamısı qartdaşı be, çox pis qartdaşıblar. Gün vurub da abi. Buna bax doktor nə tər şeydir. Bu pambıq kimi olmalı, bir də belə yerində qırılmalıydı. Gün vurub. Belə olandan o cavandır bax o. Hansı? Bir də başından dərm elə. Yox doktor, hamısı qartdaşıb bax. Hamısı qartdaşıb. Gün vurub onu da şey eləyib. O çəşilotu deyil bu. Yox, çəşilotudur. Ziya. Tanımam. Bu çəşilotu deyil. Hangisi aşkım bakın. Bir şey var. Ne var bunlar? Yok değil. O quruyanda iyi gəlir. Değil. Yo brat yaş derdim de ilerikten. Abi bu mən zarafat Oğlum bu ortası həqiqətən gül yedim. kimi oldu. Ha? Qanqal həqiqətən yedim. Ha, yox, məsələsə bizdə də olmur ki. Yo sizden endirəm. Narahat değil. O qədər yox. Biraz hoppanır. Hə, uzun yol üçün deyil, hoppanır. Ama pozisiyası Mehmet de yani. Hə, İsteyende biraz belki dikərdən oturabilir. olur hə. Nə qəşəng yerdə buralar. Saklayabilmezsen yıkılarsan diye değil. Ha. Çünki ora belə şeydir. Tamam biz de size geri oturalım ya. Haydi sana var.
Oy canavarlar. Harry. Ha oradaydı. Dönmək müvazimət işidir. Sən iki ayağını yerə qoysan sürəndə, dayananda yavaşlayan. Onu qətiyyən elə. Maksimal dərəcədə onunla qalsan, adətən də normalda standart olaraq sağ ayağını yerə qoy. Tək ayaq üstündə qalmağa alışdır. Tək ayaq üstündə qalsa motosikletin müvazimətinə onun ağırlığına alışarsın. O biraz tək qoyanda o tərəfə yıxılır, gücüm çatmır onda. Məsələ də odur da, onu saxlamaq, onu öyrənmək zaman işidir. Sən ikisini atırsan yerə, çünki iki ayaqda müvazimət olmur. İki ayağı yerə atanda müvazimət çətindir. Yəni İşləmir. Gəldik. Lənkərana gəldik. Dəniz qırağıdır. Xambulağa çıxa bilmədik. Müəyyən səbəblərdən bir saat sonra gələrsiniz. Dövlət tədbir keçirirdi. Naked sürmüşəm. Ölərəm yox. Naked sürmüşəm. Naked'in oturma pozisiyası bundan biraz Qardaşımız karburator doğub. O biraz daha şey. Onu Enduro yük təmizləyir. Deşiyə bax təmiz tutulub. O tərəfi görəmirsən. Məndə də elənciydi. Var dönənləri o təmizlətdirmiş. Amma gənə kodlamır. Görsəni də çox cüzi. Necə yerlərdir? Xəzərin bu tərəfindən. Burada da çox güman ki, otel zad olacaq. Burada lotkalar, qayıqlar, zatlar var. Yolun balıq tuturlar, balıq edirlər. Sport parkına Lənkərana gəldim. Yol məni yormadı, incitmədi. Yəni o qədər deyim, harımsa ağrımır. Biraz çiynim ağrıyor, başqa yerim ağrımır. Gələndə 15 manat benzin doldurmuşdum. 15 manat benzin doldurmuşdum. Bir də bura gələndə təzədən Bakı doldurdum. O da 15 manat elədi. 16 manat elədi. Belə çıxır ki, sport rejimdə 3.5 benzin işlədir 100-ə. Belə. Əlcə yox idi. Hələ bu vaxta qədər bir dəfə Karburator yuyuruq burada biz. Alnından yuyulmayıb da yəni. nəfəs atılacaq açıq idi. Coşkun doktor karburator yuyur. Alnından yumayıb. Vallahi. Amma məndə burada şey deyə, onluq məndir. Nə var? Orada. Var? Yox. Tey var səndə? Deməli, indi biz Lənkərandayıq. Xambulağa getmək istəyirdik, amma ora biraz bağlıdır. Dövlət tədbiri var deyə, dövlət qonaqları var deyə bağlamışdılar. İndi dedi bir saatdan sonra gələrsiniz. İndi biz bir saatdan sonra gediyoruz. Acına ölürəm. Bildiyiniz kimi həqiqətən yəni acına ölürəm. Açılıb. Ama yol gələndə 110'u gözümlə gördüm. Oradan buraya 130 tutdu. Yaxşı. Xeyirli olsun. Getdik. Rayon yerlərdə ona görə sürətlə getmək olmaz. Belə halda görürsünüzmü? İnək var. İnəyə cüp dura bilərsiniz.
Biz indi hardayıq? Lənkərandayıq, hə? Bura Lənkəranın Lerik. Lerikdəyik. Lerik dağları. Deməli, belə ədyalımız var, çörək, kalbasa. Oturub burada indi günorta yeməyi yeyəcək. Doktor acıq. Acmamışım, ben bildiğim. Neyse. Gel ne şaka gel. Nə bir şey deyim. Gör nə gözəllikdir, gör nə gözəllikdir. Demək gəldik. Lerikin kəndidir. Qabaq yaxşı deyildi ya. Qabaq yaxşı deyil. Məndə də sport deyə mən onu oraya bilməyəcəm, keçə bilməyəcəm. İndi orada da xalq çıxdı. Göstərin palçıqda. Bura ancaq enduro. Enduro ilə gəlirsən. Belə normal motosikletlə gəlmək olmaz. Mən də sportu saldım bura. Sportu saldım bura, amma bura yəni sportluq yol deyil. Çok qəşəng çəkdi. Evet, ben seçemeyeceğim. Bunu görmene. Ben gözüm bir kesemeyeceğim. Seçer. Sen öyle yap. Ayağımın ortasından doktor, dokma. Ayağımın ortasından dokma, terkanma. Gel. Hocam gel. Maşallah. Bir sen için bir sen ne diyeceğim. Sen 20 yaş cavanlaştırırım, haberim var. Qocalmışam abiler. 37 yaşım vardı, 17 yaşın orada. Ne istiyorsun? Qocalımı hiss edirəm. Qocallığımı hiss edirəm. Doktor inansam o ben de hissediyorum ya. Geçen atar. Oy. Dersen korkmadım yerlere gidende. En yerlere gidende çok korkuram. Buradan geçebilmelem diyelim. Vaxt var idi, ben çayın üstüne tullana geçirdim. İnansam bir daha çayın üstüne ayağımı basmağa korkuram. Tüysü bir param. Bilmirsən vərəqli, yoxsa yarpaq. Sən də Şır su sesi. Fış motor sal.
Yerdeydi. Motor bu. Motor bu böyle. Eleme oğlum şeyin atı be. Bir damcı gözle, bir damcı gözle dur. Bir damcı yağına bakın. Sen yağına baktın oradan sonra. Var idi. Motosikletler yenə başını qoyub xarab olub. Kızmayayım ki. Kaça ağzı neydi? Yok o kadar takıldı var ha. Bundaki sıkıntı. Yok abi takıldı bak o. Beni takıldı ama da. Kodiyada belə takıldı. Kodiyada belə takıldı. Son önden sonra oldu. Şeyden tut, şuradan tut. Buradan Şuradan sen çık. ben tutmuşam. Yana ne çıkmadı. Tutmuşam. Abi yavaş-yavaş sürərsən də sən yaxşı. Mən onsuz da 110-dan 120. Sən qabaqda gedərsən, mən arxada gələrəm. Falconla, NB Falconla Polad qaldı yolda. Biri yağ yiyirdi, motoru vurdu. O biri də arxa seyfdə uzandı.